Əzzə Cəfərzadə, Sabah xanım hekayə. Məşhur kino aktrisa Sabah xanım tanımadığı küçələrdə azmışdı. O truppanın düşdüyü otelə necə qayıdacağını bilmir, tək çıxdığı üçün özünü məzəmmət edirdi. Birdən cavan bir arvad ona yanaşdı. O bir əli ilə qucağındakı körpəsini tutmuş, o biri əlini Sabaha uzadıb sədəqə istəyirdi. Ayaqları yalındı, iri çuxura düşmüş gözləri yaşlı idi. Sabah xanımın qəlbi sıxıldı. O səhərdən bəri onlarla dilənçi görmüşdü, yüzlərlə gəncin palan altında əyilən qamətinə baxmışdı. Lakin bu dilənən ana balanı görəndə kövrəldi, içi pulla dolu kiçik, gümüş pul kisəsindən xeyli pul çıxarıb qadına verdi. Bu gözlənilməz hədiyyədən dilənçi arvadı özünü itirdi. Uşağı səkinin kənarına qoyub Sabah xanımın ayaqlarına yıxıldı, öpmək istədi. Sabah xanım əyildi, onun qollarına yapışıb qaldırdı. Titrək səslə pıçılladı. Yox, siz nə edirsiniz? Sonra uşağı qaldırdı. Bir müddət kilkə saçlarına baxdı, uşağı pulları qoynunda gizləyən anaya verdi. Dilənçi qadın uzaqlaşdı. Artıq Sabah xanım azlığını belə unutmuşdu. O əllərini sinəsi üstündə çarpazlayıb durmuş, göz yaşlarını güclə boğmağa çalışaraq uzaqlaşan arvadın dalınca baxırdı. Birdən lap yanında başqa bir səs eşitdi. Təəssüf etməyin xanım, onlar bir deyil, iki deyil. Sabah xanım döndü. Qızarmış gözlərini yanında duranə zillədi. O bir kəlmə də danışmağa qadir değildi, amma bu gənci görəndə xəyalı dəyişdi. O əlindəki palanı sallayıb duran bu gənc hambalı tanıyırdı. Bu şəhərdə ilk müsamirə verdikləri gündən o bu gənc hambalı görmüşdü. Sonraki günlərdə gənc demək olar ki, addım-addım onu izləyir, oteldən, teatrdan, hardan olursa olsun çıxanda həmişə onu qapıda duran görürdü. Doğrudur, yerlilərdən Sabah xanıma yanaşanlar, sənətinə pərəstiş edənlər, avtoqraf istəyənlər çox idi, lakin bu gənc nə üçünsə hamıdan seçilirdi. Onun nə zaman işlədiyi məlum deyildi. Sabah xanım bu müəmmalı gəncin hərəkətlərindən çox təəccüblənmişdi. Aktrisa bir qədər gənc olsaydı, bəlkə də hambalın hərəkətlərində məhəbbət macarasına bənzər bir şey görərdi. Lakin Sabah xanım yaşca ondan çox böyük idi. Sabah xanım biraz əvvəlki hadisəni unudub, heyrət içində gəncə baxdı. Hambal sözünə davam edib, bağışlayın xanım, dedi. Üzr istəyirəm, səhərdən bəri sizinlə bərabər şəhəri dolanıram. Oteldən çox uzaqlaşmışsınız. Yəqin ki, yolu tanımırsınız. İcazə verin sizə bələdçilik eləyim. Sabah xanım dinməzcə yola düzəldi. İndi onlar demək olar ki, yanaşı irəliləyirdilər. Sabah xanım səkidə, hambal ondan azacıq aralı səkinin aşağısında. Azacıq gedəndən sonra Sabah xanım maraqla soruşdu. Mən sizi çox görürəm, deyəsən bizim müsamirələrlə çox maraqlanırsınız. Bəli xanım, çox, axı onlar mənə vətənimi xatırladır. Necə məgər, siz buralı deyilsiniz? Xeyr xanım, buralı deyiləm, amma 5-6 yaşım olanda bura gəlmişəm. Sabah xanımın marağı artdı. Yəqin ki, ata-ananızla hambal yanaşı Sabah xanıma baxdı, kədərlə dedi. Xeyr xanım, bəs siz... Sabah xanım get-gedə hambala daha çox maraqlanırdı. Başı söhbətə qarışdığından nə vaxt otelə çatdıqlarının belə fərqinə varmadı. Qapıya çatanda durdu. Gənc çıxıb getməyə hazırlaşanda anlaşılmaz bir his Sabah xanımı sizdən bir şey xahiş edə bilərəmmi, deyə soruşmağa məcbur etdi. Oğlan sevinclə dedi, buyurun, nə lazımsa elərəm. Otağıma gedək, orada siz mənə vətəninizdən ayrılıb buraya necə düşdüyünüzü nağıl edin. Bunun tarixi uzundur xanım, sizin yəqin ki işiniz var. Yox, xahiş eləyirəm, bugün müsamirə yoxdur, bekaram. Gənc gözlərini yerə dikdi, ağır-ağır dedi, axı məni bura buraxmazlar. Sabah xanım onun əynindəki cındırlara və əlindəki palana baxdı. Gedək, dedi. Onlar otelə girdilər. Otelin bu hissəsi xarici qonaqlar üçün xüsusilə yaxşı bəzənildiyindən gənc heyrətlə bucaqçalıla baxırdı. Xoşbəxtlikdən onları görüb saxlayan olmadı. Sabah xanım truppa üzvlərinə rast gəlməsin deyə tez otağına keçdi, gənci də içəri çağırıb qapını örtdü. Sabah xanım aynanın önünə keçdi. Başını açdı, üst geyimini çıxarıb adət etdiyi əl hərəkəti ilə saçlarını səliqəyə saldı. Gənc hambal Sabah xanımın təklif etdiyi kürsüdə oturmağa cəsarət eləməyib qapı ağzında çöməlmişdi. Sabah xanım aynadan onu belə gördükdə ürəyi sıxıldı. Orada niyə oturdunuz? İrəli gəlin. O qoltuqlu kürsünü mizin yanına çəkdi, gənci oturmağa dəvət etdi. Gəlin, utanmayın.
Gənc qorxa-qorxa mizə yanaşıb kürsüdə oturdu. Sabah xanım zəngi bastı, otaq xidmətçisi cəld içəri girdi. Lakin təəccübündən donub qaldı. Əvvəl məxmər kürsüdə oturan hambala, sonra qapının ağzındakı palana baxdı. Xanım, rəfiqələriniz sizdən bərk nigaran qalıblar. Bəndəyə gəldiyinizi xəbər verməyə əmr edirsinizmi? Xeyr, siz yalnız bizə çay və yeməyə bir şey gətirin. Baş üstə. Xidmətçi getdi və həmin saatda gümüş padnosda deyilənləri gətirdi, mizin üstünə düzüb çıxdı. Sabah xanım hamballa qarşı-qarşıya divanın üstə oturdu. Onu ürəkləndirmək üçün dedi, hə, buyurun, başlayın, mən sizi dinləyirəm. Bax, bir şey belə ötürmədən bütün başınıza gələni mənə danışın. Mən hamısını bilmək istəyirəm. Oğlan onun ricasını yerinə yetirib danışmağa başladı. Qaça-qaç zamanı idi. Ana balanı, bacı qardaşı, ata oğlunu itirmişdi. Qonşu qonşunu tanımırdı. Mənim isə o zaman 5-6 yaşım olardı. Aran-saran yadıma gəlir. Anam əlimdən tutmuşdu. Nə üçünsə harasa qaçırdıq. Hamı qaçırdı. Birdən nə oldusa bilmədim, aralıq lap qarışdı. Qaçanlar hərə bir tərəfə dağıldı. Əlim anamın əlindən çıxdı. Daldan gələn bir dəstə mənə toxundu. Kimisə üstümə yıxıldı. Ağlamağa başladım. Amma tez yerdən qalxdım. Anamı itirməkdən qorxurdum. Mən ondan ayrılmışdımsa da onu bu saat tapa biləcəyimə əmindim. Anamın güllü yaylığını uzaqdan tanıyıb dalınca yüyürdüm. Amma o mənə baxmadan qaçır, tələsirdi. Mən ağlayırdım, nəfəsim darıxırdı. Axırı güclə anama çatdım. Paltarının ətəyindən tutub dartdım. Anacan, məni atıb hara gedirsən, dedim. Amma arvad çevrilib mənə baxanda onun yad bir adam olduğunu gördüm. Bağırmağa başladım. Nəhayət arvad, gəl bala, gəl, ananı axtarıb taparıq, de, ağlama, tez ol, deyə əlimdən tutdu. Mənim ürəyim ümidlə doldu. Gözlərim anamı axtara-axtara qaçqınların dalınca cumduq. Hekayə buraya çatanda Sabah xanımı anlaşılmaz bir həyəcan qapladı. O əllərini döyünən qəlbinin üstünə qoyub gənci daha böyük bir diqqətlə dinləməyə başladı. Bu hadisələr ona çoxdan baş vermiş, lakin əbədi bir dərd kimi köksünü didən başqa bir əhvalatı xatırladırdı. Mən tez-tez boylanıb baxır, bu başsız axın, bu qorxunc burulğanın içində anamı axtarırdım. Gözlərim dörd olmuşdu. Arvad isə məni hey tələsdirirdi. O gündən sonra bir daha anamı görmədim. Mən anama doğulduğum evə həsrət qaldım. Hər dəfə məni oğulluğa götürüb bu yad xanimana gətirən o arvada yanaşar, bəs evimizə nə vaxt gedəcək, deyib soruşardım. O göz yaşlarını silə-silə, tezliklə balacığım, tezliklə, deyərdi. Onda mən ayaqlarımı yerə döyə-döyə deyərdim, indi gedək. O isə cavab verərdi, indi olmaz oğlum, mən o zaman nə üçün indi olmaz sözünü anlamazdım. Saatlarca komamızın qabağında oturub düşünərdim. Anamın xəyalı gözlərimdə canlanardı. Mən belə saatlarda ağlaya-ağlaya içəri girər, başımı o arvadın dizləri üstünə qoyub sızıldardım. O isə saçlarımı tumarlar, mənə yenə də vətənimizi qayıdacağımız gündən danışardı. O elə gözəl şeylər deyərdi ki, sonra da laylay çalmağa başlardı. Mən o həzin səsdə bir daha anamı, onun beşik başında çaldığı laylaları xatırlar, hıçqıra-hıçqıra yuxuya gedərdim. Yuxuda yenə də özümü bağımızda, eyvanımızda anamın qucağında görər. Dəli kimi yuxudan ayılıb o arvada sarılardım. Həsrətli göz yaşları tökərdim. O isə yenə də məni ovundurub qayıdacaq, tez qayıdacaq, ciyər param, deyərdi. Mən böyüdükcə dəhşətli həqiqəti anladım, hara gəlib düşdüyümüzü bildim. Amma ümidimi kəsmədim. Gülnaz xala məni oğulluğa götürən arvadın adı idi. Bir dövlətli tacirin yanında qulluqçu durmuşdu. Məni də mollaya tapşırıb dedi, oxu bala, hələ mən işləyə bilirəm. Biz çox kasıb dolanırdıq. Mən anamı unuda bilmirdim. Tez-tez onu, gənc, yaraşıqlı anamı xatırlayıb ağlayırdım. Sabahın solğun dodaqlarından xəfif bir inilti eşidildi. Başınızı nə ağırdım, xanım? Bir axşam Gülnaz xala özünü pis hiss elədi. Səhəri işə gedə bilmədi. Mən də məktəbdən qaldım. Düz 3 gün yatdı. Nəhayət, həsrəti gözlərində qarayan bədbəxt qadın qəlbini kəlbətin kimi sıxan dünyadan əbədilik köçüb getdi. Mən tək qaldım, qonum-qonşu yığılıb onu dəfn etdilər. Səhərisi Gülnaz xalanın işlədiyi evə gəlib iş istədim. Sahibə mərhəmətli arvad idi. Məni nökərliyə götürdü. O gündən onlara köçüb işləməyə başladım. Sahibimin 2 oxumuş qızı var idi. Əlim qələm tutmağı öyrəşən gündən mən xırda şeirlər yazmağa başlamışdım. Sahibimin qızları bu kiçik parçaları oxuyanda məni təriflər, bəzi məsləhətlər verərdilər.
Şeirlərim yavaş-yavaş ailə çərçivəsindən çıxmağa başladı. Mən ruhlanır, daha böyük şövqlə yazırdım. Xırda şeirlərimi hamıdan çox ağanın kiçik qızı Kəpudər dinlərdi. Mən bu qızda özümə qarşı xüsusi bir mərhəmət görürdüm. O evdə mənə rəhm edən yalnız bu qız idi. Hər dəfə mənə yeni nə yazmısan oğlan deyəndə onun ürəyinin necə döyündüyünü, zərif köynəyi altından tez-tez qalxıb yenə sinəsindən duyardım. Onun şəhvə rəngli gözlərində böyük bir aləm çırpınırdı. O mənim yeganə uşaqlıq yoldaşım, gənclik sirdaşım oldu. Məni anlayan tək o idi. Bəlkə də mənə belə gəlirdi, bilmirdim. Bu sahibimi acıqlandırdı. Bir sabah məni çağırıb haqq hesabımı verib dedi, mənə şair lazım deyil, nökər gərəkdir. Sabah xanım bu acı sözləri eşidəndə diksindi, elə bil yarasının gözünü qopartdılar. Mən o evdən ayrılanda getməyimdən qüssələnən təkcə Kəbutər oldu. Mən də bu ayrılığa biganə deyildim. Darvazadan çıxanda son dəfə geri döndüm, onun eyvanda dayandığını gördüm. Qara uzun saçlarını sinəsinə tökmüş Şirmayı əllərini sürahiyə dayaq verib durmuşdu. Şəvə gözləri qəribə bir tərzdə parıldayırdı. Ürəyim sıxıldı. Qayıdıb onu nəysə bir söz demək istədim, amma dönmədim. Mən elə gəldi ki, Kəbutər ağlayır. Mən də sıxılan qəlbimin dözməyəcəyindən qorxub qayıtmadım. Mən gəncliyimin odlu yaşlarına qədəm qoyanda heç kəsi tanımadığım o böyük şəhərdə küçələrə düşdüm. Avara qaldım. Bir öynə ac, bir öynə tox günlərlə küçələri dolaşdım. Axırı hambal oldum. Mən sənətsiz idim. Mənim kimisi küçələrdə az deyildi. O günlərimdə belə yazılarımı yerə qoymadım. Soyuq, etinasız küçələrdə iş axtara-axtara gəzirdim. Şeirlərimi bəstələyir, qəlbimdə mahnılarımı düzürdüm. Tapdığım hər kağız parçasında qırıq qələmimlə şeirlərimi qaralayırdım. Bu xırda şeir parçalarımda hələ də başımdan çıxmayan uşaqlıq arzularım, vətənimin həsrəti, evimiz, xəyalımda sürəti dumanlı olsa da hələ də yaşayan gənc, gözəl anama qovuşmaq üçün döyünən ürəyim çırpınırdı. Bir neçə il belə keçdi. Mən bu illər ərzində yavaş-yavaş bitkinləşən şeirlərimi bazarlarda oxumaqla, küçələrdə satmaqla dolandım. Dəfələrlə onların üstündə döyülüb söyüldümsə də, alanların, oxuyanların məhəbbət ifadə edən baxışlarını görüb susmadım. Yolumdan dönmədim, yazdım. Şeir parçalarım əldən ələ keçdi. Çünki onlar bir Gülnaz xalanın, bir mənim yox, bütün oxuyanların dərdi idi. Amma məni hamı bir cür qarşılamırdı. Dükan-dükan gəzib şeirlərimi təklif edirkən qovlayanlar, ajan çağıranlar da olurdu. Baş ağrısı da olsa məni bağışlayan xanım, bir dəfə heç pulum yox idi. Yenə də şeirimi satmaq üçün meydana çıxdım. Əlimdə vərəqlər bir küncdə dayanmış, gəlib gedənə baxır, təklif etməyə utanırdım. Bu dəmdə mənə tərəf gələn gözəl geyimli bir xanım nəzərimi cəlb etdi. Onun dolğun bədəni, uca boyu, məğrur və nüfuz edici gözləri var idi. Mənə yanaşdı, ağ əlcəkli əlinin iki barmağı ilə vərəqlərdən birini çəkib aldı və mis pulları qarşıma tulladı. Pullar cincilti ilə yerə yuvarlandı. Mən ağır-ağır əyilib pulu götürdüm. Başımı qaldıranda xanım artıq uzaqlaşmışdı. Şeirimlə maraqlanan bu gözəl qadını bir daha görə bilmək üçün boylandım, gördüm də o baqqaldan aldığı nəyisə həmin vərəqlərə bükürdü. Yerimdə donub qaldım. Ah, xanım, bu şeirlər mənim ən həyəcanlı şeirlərimdir. Mən onları az günlərimdə elə bir arzu həsrətlə düzmüşdüm ki, sonra birdən-birə qəzəbləndim. Elə bil məni təhqir edən, tapdayan əlimdəki vərəqlərmiş. Onları parça-parça cırıb tökdüm. Göz yaşlarımı zorlayaraq bazardan çıxdım. Gənc sustu. Bir müddət fikrə daldı, solğun gəncliyi nəzərində canlandı. Soyuq küçələr, kəmiyyətinə adamlar, ac-yalavac, cındırından cin ürkən səfil yurdsuzlar ağır-ağır gözlərinin önündən keçdi. Sabah xanım isə həssas sənətkar qəlbi ilə onun keçirdiyi həyəcanları anlayır, gəncə qarşı ürəyində nəvaziş duyurdu. Lakin ehtiyac insanı nəyə desən məcbur edir xanım, deyə sözünə davam etdi. Mən yenə də bazara çıxdım, yenə də şeirlərimi satmağa başladım. Mən indi göz qamaşdıran bərli, bəzəkli xanımlara baxmamağa çalışırdım. Bir gün yeni yazdığım və həmin o günü bazarda o məğrur qadının məni təhqir etməsindən təsirlənərək düzdüyüm şeirimi satırdım. Yenə də bir qız mənə yanaşdı, mən cəld geri çevrildim. Lakin o məlahətli bir səslə məni çağırdı. Şair, rica edirəm, əsirgəməyin. Mən eşitdiyim sözlərə inanmasam da döndüm. Bu cavan, gözəl, yaraşıqlı geyinmiş qız şeirimi aldı və uzaqlaşdı.